Xəritədə ulduzla verilmiş şəhərin 18-ci əsr tarixinə aiddir. Xəritədə bizə İrəvan şəhərinin ərazisi göstərilibdir. İndi variantlara baxırıq. Çar 1-ci Pyotrun qoşunları tərəfindən işğal olunması. Pyotrda İrəvanın işğalı ilə bağlı bir hadisə yoxdur. 18-ci əsrdə düzdür, Pyotrun yürüşləri Azərbaycana var, lakin onun İrəvanı tutması ilə bağlı məqam orada yoxdur. Ona görə biri çıxacaq. Variantlardan da biri çıxardacaq. İkinci hissəyə baxaq. Deyir ki, Şah 1-ci Abbas tərəfindən Osmanlı işğalından azad edilməsi. Şah 1-ci Abbas ümumiyyətlə 1587-1629-cu illərdə hakimiyyətdə olubdur. Yəni Şah 1-ci Abbas 18-ci əsrin adamı deyil. Bunu da çıxardacaq. Artıq bizim cavabımız məlumdur, 3 və 4-dür. Qarabağ xanlığından asılı vəziyyətə düşməsi, bəli. Gəncə, İrəvan, Naxçıvan, Ərdəbil xanlıqları Qarabağ xanlığından 18-ci əsrdə asılı vəziyyətə düşübdür. Ərazisində Sərdar sarayı da inşa edilibdir. 1791-də daha sonra onun güzgülü salonu da inşa edilmişdir. Cavabımız 3 və 4.